əlbəttə ki, sülhlə bağlı çağırışlar edilir, həm Avropadan, həm digər bölgələrdən. Ancaq bütün hallarda Ermənistan sülhü istəməlidir, təkcə dildə yox, həm də əməldə. Buna dair müzakirəmizi aparacağıq. Sülh yoxsa müharibə qapıdadır? Bu kontekstdə hərbi ekspert Ramil Məmmədli suallarımızı cavablandıracaq. Ramil bəy, zəhmət olmasa yaxınlaşın masamızın ətrafına. Hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Xoş gününüz olsun, Çınara xanım, teşekkür ederim. Ramil bəy, istəyərdim birinci ondan başlayaq ki, elə müxtəlif ölkələrdən təbriklər gəlir. Almaniya prezidenti Steinmeier'də sülhlə bağlı çağırışların olduğunu, tez bir zamanda sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğuluyur. Müxtəlif belə çağırışlar fonunda Ermənistan tərəfindən gələn müsahibələr də maraq doğurur. Paşinyan da deyir ki, müharibə olmayacaq. Ötən gündən etibarən bu barədə çox danışmışıq, amma Azərbaycan hələ də bu çağırışlara ümid etmir. Yəni bir o qədər də güvənmir. Nə Paşinyandan gələn, nə də digər ölkələrdən səsləndirilən bugün silahlanmanın həyata keçirilməsi, istehkamların qurulması narahatlıqları artırır. Əslində real mənzərə vətəndaşlarımız üçün də maraqlıdır. Bir hərbi ekspert kimi istəyərdim ki, bu real mənzərəni siz şərh eləyəsiniz. Təşəkkür edirəm, bir daha minnətdaram. Əslində Ermənistan-Azərbaycan münasibətlərində siyasi fikirlər, səsləndirilən siyasi şüarlar məsələnin bir tərəfidir və əsas amil hərbi məqamdır ki, bu məsələyə Azərbaycan olduqca əhəmiyyətli formada diqqət yetirməlidir və müharibədən sonra, vətən müharibəsindən sonra atılan addımlar da, hərbi istiqamətdə atılan addımlar da məhz bundan xəbər verir. Yəni Azərbaycan Ermənistanın bu gün üçündə deyil, gələcəkdə hərbi niyyətlərindən xəbərdardır. Bilirsinizmi, Paşinyan sona qədər Ermənistanın rəhbəri olmayacaq, Nikol Paşinyan. Və istər-istəməz Azərbaycan post-Paşinyan dövrünə də hazır olmalıdır və Ermənistan elə bir ölkə deyil ki, orada uzun müddətli, 100 illik, deyək ki, stabil siyasi hakimiyyət mövcud olsun və bu siyasi hakimiyyət qarşıdan gələn 100 il ərzində prosesləri idarə edə bilsin və yaxud da dövlətin strateji yolu olsun ki, bu istiqamətdə konkret addımlar ata bilək. Sülh danışıqları və hətta deyərdim ki, sülh müqaviləsinin özü də artıq Azərbaycan üçün, şəxsən mənim üçün, belə desək daha doğru olar, mənim üçün əhəmiyyətli və önəmli bir sənəd deyil. Ermənistanın atdığı addımlar sülh müqaviləsinə qədər və sülh müqaviləsindən sonra atdığı addımlar prosesin hansı formada davam edəcəyinə bir işarə ola bilər. Hesab edirəm ki, Ermənistanın ötən dövr ərzində, 2020-ci ildən sonra keçən dövr ərzində hərbi texniki imkanlarını artırması istiqamətində atdığı addımlar Ermənistanın Azərbaycanla münasibətdə səmimi olmamasından xəbər verir. Digər tərəfdən, regionda sülh və sabitliyin tərəfdarı kimi özünü təqdim edən kənar qüvvələr və həmin qüvvələr ki, Ermənistanı beynəlxalq siyasi arenada və Azərbaycanla üz-üzə, qarşı-qarşıya təmaslarda dəstəkləyirlər, ona kömək eləyirlər və bu proseslər də Azərbaycanın Ermənistanla münasibətdə ehtiyatlı olmasından xəbər verir. Ermənistanın aldığı hərbi texniki avadanlıqlar, silah və sursatlar, daha dəqiq desək, silah və sursatların böyük əksəriyyəti hücum təyinatlıdır. Mən bunu illər əvvəl bu studiyadan da səsləndirmişəm və hesab edirəm ki, bu texnologiyalar və bu texnikalar sülhpərvər yanaşmanın, sülhpərvər siyasətin nümunəsi deyil. Bunu büruzə etdirmir, bunu hiss etdirmir. Və bundan başqa Ermənistan-Azərbaycan sərhəd bölgəsində söhbət Kəlbəcər rayonundan başlayaraq Zəngilana qədər olan, Araz çayına qədər olan ərazidə Ermənistanın yeni hərbi hissələr formalaşdırmaq və hətta
bir hərbi hissə deyil, iki hərbi hissənin formalaşdırılması, biri ehtiyat, digəri isə hücum təyinatlı hərbi birləşmələrin formalaşdırılması, dislokasiya edilməsi və bunların yeni silah texnikalarla təminatı əlbəttə ki, Ermənistanın hansı niyyətdə olmasından xəbər verir. Təbii ki, Paşinyanın məqsədi hazırki mərhələdə hərbi əməliyyatlarla bağlı məsələni bir dəfəlik dayandırmaq, yekunlaşdırmaq, bu müzakirələrə son qoymaq və hətta öz ölkəsində müəyyən o revanşistlərin qarşısına almaq olsa da, əlbəttə ki, onlar altdan, görünmədən öz işlərini görməyə niyyətlidirlər və ordunun sisteminin dəyişdirilməsi, strukturun dəyişdirilməsi, silah texnika parkının dəyişdirilməsi də bundan xəbər verir. Bir məlumatı da sizin efirinizdən, bu studiyadan sui-istifadə edərək yaxşı mənada çatdırmaq istəyirəm. Ermənistan 90-cı illərdə və 2000-ci ilin əvvəllərində Rusiyadan və digər ölkələrdən satın aldığı bəzi silah və texnikaların satışına başlayıb. Onları satmaq istiqamətində müəyyən müqavilələr imzalayır. Bu nədən xəbər verir? Əlbəttə, ilk növbədə Rusiya silahlarından imtina etmək, daha doğrusu onların sayını azaltmaq, amma digər tərəfdən isə yeni silahlanma layihəsinə başlamaqdan xəbər verir. Biz yaxın vaxtlarda, yaxın illərdə Ermənistanın texnika parkının yenilənəcəyini şahid olacağıq. Silahlarının yeniləcəyinin şahid olacağıq. Müdafiə sənayesinə... Rus silahlarından xilas mı olacaq? Bəli, belə deyək, balanslaşdırılmış bir siyasət yürüdür və Qərbin, Avropanın və Amerikanın müdafiə sənayesi şirkətləri ilə birlikdə Ermənistan ərazisində yeni müdafiə sənayesi kompleksinin, müəssisələrinin yaradılmasının şahid olacaq. Məhz bütün bu amillər Ermənistanın əslində gələcəyə planlaşdırılmış, belə deyək, güclü hərbi baxımdan güclü Ermənistan yaratmaq niyyətindən xəbər verir. Burada revanşist meyillər də yer alırmı sizcə? Yəni, silahlanmanı adətən Ermənistan baş naziri belə şərh eləyir ki, biz təhlükəsizliyimiz üçün daha güclü ordu qurmaq üçün bu addımları atırıq, amma bizim də narahatlığımız var. Səbəbi də Ermənistanın işğalçılıq tarixinin olmasıdır uzun illər ərzində. Sizin fikrinizcə aparılan bu işlər, görülən bu işlər nəyi daha çox deməyə əsas verir? Hansı daha ağır gəlir? Ermənistan xarici siyasəti əzilməkdə olan, əzilmiş və köməyə ehtiyacı olan bir ölkə imicini formalaşdırmaqdan ibarətdir. Əslində isə Ermənistanın daxili siyasi prosesləri yenidən erməni əhalisini, erməni xalqını yenidən gələcəyə və gələcəkdə onların adlandırdığı erməni torpaqlarını, ərazilərini yenidən ələ keçirtməyə, geri almağa, yəni ermənilərin təbirincə desək, geri almağa hesablanıb və məhz bugün artıq balanslaşdırılmış hərbi texniki siyasət yürütmələri də bundan xəbər verir ki, bu prosesə də başlayıblar. Çünki biz 2020-ci il və ondan sonraki dövrdə Rusiyanın Ermənistana silah və texnika satışını demək olar dayandırdığının şahidi olun. Yəni, böyük hissə... Son günlərdə verilən açıqlama da diqqət çəkirdi ki, bizim silahlarımızla, bəli, Sergey Lavrov deyirdi, işğal etmişdiz o əraziləri, özü işğal olaraq adlandırırdı. Bəli, Boris Yeltsinin, prezident Boris Yeltsinin hakimiyyəti dövründə, Rusiya rəhbərlik elədiyi dövrdə elə rəsmi açıqlanan rəqəm o vaxtın məbləği ilə 1 milyard dollardan artıq məbləğdə silah və texnika ilə təmin olunmuşdu Ermənistan 90-cı illərin ikinci yarısında. Və Ermənistanın hazırki vəziyyəti əslində xaricə, biraz əvvəl də dediyim kimi, xaricə əzilmiş və ehtiyacı və köməyə ehtiyacı olan bir ölkə kimin təqdim etməkdir. Amma daxildə isə başqa bir proseslər gedir. Silahlanma, ordunun yenidən formalaşdırılması, sərhəd bölgələrinin yenilənməsi,
Azərbaycanla sərhəddə güclü hərbi birləşmələrin formalaşdırılması, mühəndis istehkam işlərinin həyata keçirilməsi və maksimum şəkildə qarant sığortalı qərbdən dəstəyin təmin olunmasıdır. Çünki Ermənistan yaxşı bilir ki, Cənubi Qafqaz bölgəsində uğursuz Gürcüstan siyasəti Qərb üçün. Qərbin uğursuz Gürcüstan siyasətindən sonra ən alternativ variant, ən rentabelli ölkə, belə deyək, uyğun ölkə Ermənistandır və baxmayaraq ki, Ermənistan faktiki ada ölkə bir vəziyyətindədir. Heç bir dənizə və okeana çıxışı yoxdur və belə olan təqdirdə onun, amma buna baxmayaraq o İranla sərhəddir, Azərbaycanla və Gürcüstanla sərhəddir. Bu baxımdan Ermənistana dəstək verəcəklər, kömək eləyəcəklər. Bu amillərdən istifadə edərək özünün gələcək niyyətlərinə hazırlıq görür. İstəyərdim ki, Ramil bəy, Rusiya lideri Vladimir Putin Azərbaycan dövlət başçısını təbrik edib. Artıq beynəlxalq arenada Azərbaycanın nüfuzunun artdığını vurğulayıb, əlavə edib ki, sosial-iqtisadi baxımdan inkişaf edir. Biz də dostuq, tərəfdaşıq Azərbaycanla və əminik ki, bu konstruktiv yanaşmalar biraz da genişlənəcək. Bugün Rusiya ilə Azərbaycan arasında körpülərin yandırılmasını nə Azərbaycan, nə Rusiya istəyir. Ancaq anlaşmadığımız məsələlər də var, hər zaman deyirik. Son vaxtlarda, yəni Azalın təyyarəsinin qəzaya uğramasından sonra Rusiyadan hələ də buna dair obyektiv reaksiyanın verilməməsi və proses aparılır, istintaq gedir şəklində şərhlərin təqdim olunması. Bugün Rusiya liderinin təbrik məktubunda vurğulanırsa ki, biz dostuq və müttəfiqik. O zaman müttəfiqimizdən, dostumuzdan həm də belə bir addımı gözləməkdə fayda varmı? Yəni gözləməliyikmi? Haqqımız varmı buna? Mən düşünürəm ki, Rusiya ilə Azərbaycan arasında olan münasibətlərə aydınlıq gətirilməsi, daha doğrusu təyyarə qəzası ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün Rusiya konkret addımlar atacaq və bununla bağlı yaxın dövrdə bir açıqlama olacaq. Çünki prosesin bu qədər uzadılması nə Rusiya tərəfinə xeyir gətirir, nə də Azərbaycan-Rusiya münasibətlərinə xeyir gətirir. Rusiyada da, rəsmi Moskva da yaxşı bilir ki, Cənubi Qafqazda Rusiyanın normal və səmimi tərəfdaşı Azərbaycan Respublikasıdır. Gürcüstanla münasibətlər hələ də düzələ bilmir, müəyyən problemlər var. Ermənistan artıq öz mövqeyini seçib, yəni tam da seçməyib əslində. Ruslar ona qədir bilməz, Rus dilində bir başqa cür səsləndirilir. Azərbaycan dilində bunu qədir bilməz deyirlər. Erməniləri qədir bilməz adlandırırlar, hesab edirlər. Azərbaycanla bağlı və Azərbaycanlılarla bağlı isə tamamilə fərqli fikirdədirlər. Amma Ramil bəy, o qədir bilməz Ermənistandan da əl çəkmək istəmir Rusiya. O, belə deyək, bu günə qədər yaşatdığı, saxladığı bir ərazini birdən-birə Fransaya və digər ölkələrə güzəştə getmək də niyyətində deyil və hesab edirəm ki, məhz post-Paşinyan dövrü Ermənistan üçün daha gərgin olacaq. Rusiyanın orada manevr imkanları tamamilə fərqli formada davam edəcək. Rusiya-Azərbaycan münasibətləri, bəli, stratejidir, Çinara xanım. Bizim Azərbaycan xalqının yanaşması, bəzilərinin yanaşması öz baxış bucağı ilə həyata keçirilir. Amma dövlət münasibətləri fərdlərin baxış bucağı əsasında həyata keçirilmir. Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa dair bəyannamə var və yol xəritəsi imzalanıb. Bundan başqa ticarət əlaqələri genişdir. Strateji məhsulların, xammalların ki, Azərbaycanda istehsal olunur və yaxud da Rusiyada istehsal olunur. Bunların alqı-satqısı həyata keçirilir, birgə layihələr var və s. Bunları bir-bir mən sadalamaq istəmirəm. Bundan başqa isə biz eyni regionun ölkəsiyik, bölgənin ölkəsiyik və bu və ya digər formada kəsişən, yəni toqquşan deyil, kəsişən
maraqlarımız və layihələrimiz var. Və nəzərə alsaq ki, Rusiya və Azərbaycan münasibətləri həm də regiona kənar qüvvələrin geniş şəkildə, iri miqyaslı şəkildə daxil olmasının qarşısını alır və elə adı ilə deyək, məsələn, Qərb ölkələrinin, Amerika Birləşmiş Ştatlarının burada geniş manevr imkanlarının qarşısını alır. Azərbaycanın siyasi iradəsi, Rusiyanın burada müəyyən məsələlərə müdaxiləsi. Bu baxımdan Cənubi Qafqazda sülh və stabilliyin təmin olunması və uzun müddət davam etməsi üçün hesab edirəm Rusiya-Azərbaycan münasibətlərinin davam etməsinə ehtiyac var. Ramil bəy, zamanımız 2 dəqiqə qalıb təqribən, ancaq Rusiya məsələsindən danışdıq. İstəyərdim ki, Ermənistan üzərində bu məsələni biraz şərh edəsiniz. Çünki Qərbi Zəngəzurda xüsusilə də Fransanın konsulluğu açacağı ilə bağlı xəbərlər yayımlanır iyunun 2-sində. Bilirik ki, Rusiyanın da belə bir təşəbbüsü var idi. Ermənistan isti yanaşmırdı bu məsələyə. İndi yaxşı Fransanı qəbul etsə, o zaman Rusiyanın reaksiyası necə olacaq? Mən tam səmimi deyirəm, yəni tam hər hansı bir, belə deyək, siyasi bir, diplomatik bir cümlə işlətməyəcəm. Zəngəzurda hansısa bir ölkənin konsulluğunun olması həmin ərazilərdə hansısa gələcəkdə addımların atılmasına heç bir halda mane ola bilməz. Bu mümkün deyil. Yəni, bugün dünya dəyişib, ölkələrin bir-birinə münasibəti tamamilə fərqli hal alıb. Bu Ermənistanda belə bir təbliğat aparılır ki, sanki Fransanın orada konsulluğun olması həmin ərazilərin təhlükəsizliyinin təmin olunmasıdır. Bu qarantıdır. Qətiyyən elə bir şey yoxdur. Orada Ermənistan, deyək ki, hansısa bir təxribat baş verərsə, 2 daraq güllə atılarsa Zəngəzur ərazisində, o konsulluq oradan tərk eləyəcək, konsulluq oradan çıxacaq və gedib oturub İrəvandan bəyanat verməklə məşğul olacaqlar. Yəni, vətəndaşlarımıza həmin əraziyə getməməklə bağlı tövsiyələr ediləcək. Yəni, bu boş bir şeydir. Sadəcə olaraq Fransalıların, Fransanın erməni xalqının rəğbətini qazanmaq niyyətidir və Nikol Paşinyanı da Fransa qarşısında bir öhdəlikdir, onu da icra etmək istəyir. Ramil bəy, təşəkkürümüzü bildirin. Minnətdarıq studiyamıza gəldiyiniz üçün, zamanınızı ayırdığınız üçün. Bəli, dəyərli izləyicilərimiz, qısa bir xəbəri də vurğulamaq istəyirəm. Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib və Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov dövlət başçısına burada yaradılan şərait barədə məlumat verib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair 1-ci dövlət proqramına uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik kəndində geniş miqyaslı quruculuq işlərinin aparıldığı diqqətə çatdırılıb. Elə bu xəbərlə də efirimizi yekunlaşdırırıq. Sabah eyni saatda yenidən qarşınızda olacaq, gündəm mövzularının müzakirəsini də aparacaq. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.